Hər vaxtınız xeyir olsun. Keçən dəfə söz verdiyim kimi, deməli, artıq bildiyiniz kimi Dövlət İmtahan Mərkəzinin 20 variantlı ibarət sınaq imtahanı işığı üzü gördü. Keçən dəfə sınaq 1 izah etdim. Bu dəfə isə inşallah sınaq 2-ni izah edəcəm və vaxt aşırı imkan tapdıqca bütün sınaqları izah edib bitirməyə çalışacağam. İndi isə vaxt itirməyək, başlayaq izahlara. Deməli, sınaq 2. Birinci sual bizdə nədir? Deməli, səbəb-nəticə əlaqəsinin pozulduğu bəndi müəyyənləşdirin. Yəni, uyğunluğun gözlənilmədiyi, belə desək. A variantı, Şirvanşah Huşəngin üsyan nəticəsində öldürülməsi, Dərbətlər sülaləsinin Şirvanda hakimiyyətə gəlməsi. Bu düzgün cavabdır. Çünki bilirik ki, Kəsranilərin sonuncu nümayəndəsi olan Huşəngin hakimiyyət illəri 1372-1382-dir. Və ona görə də 1382-ci ildə Huşəngin ölməsindən Dərbətlər sülaləsi hakimiyyətə gəlir. 1382-1417-ci illərdə. B variantı, Qızıl Ordu hökmdarı Canı bəyin Təbrizə gəlməsi, Hülakütə dövlətinin süqutu uğradılması. Bu da düzgün cavabdır. Belə ki, Canı bəy 1357-ci ildə Təbrizə gələndə Hülakülər, digər sinonim adına desək Elxanilər və yaxud Elxanilərin son dönəmində 1338-1357-də idarə etmiş Çobanilər də süquta uğrayır. C variantı, Teymuri şahzadələri arasındakı çəkişmələrin güclənməsi, Cahanşahın İranın mərkəzi və şərq əyalətlərini ələ keçirməsi. Bu da düzgün cavabdır. Yəni, uyğunluq gözlənilib burada. Cahanşah bilir ki, 1436-dan 1467-yə qədər hakimiyyətdə olub. Amma bilirsiniz ki, 1447-yə qədər o asılı, 1747-dən sonra isə müstəqil olubdur. Şarxun ölümündən sonra müstəqil olan Cahanşah nəinki Teymurlərdən aslında son qoyuldu, hətta Teymurlərin paytaxtı Heratada tutdu. Amma maraq üçün deyim ki, 1459-cu ildə təbii ki, oğlanlarının qiyamına görə Teymur Əbüsəidlə müqavilə bağlayıb geri qayıtdı. Baharlı sülaləsinin son nümayəndəsi Həsənəlinin hakimiyyətdən uzaqlaşdırılması, Bayandurlu sülaləsinin hakimiyyətə gəlməsi, bu da düzgün cavabdır. Çünki Qaraqoyunlara Bayandurluların, yəni sinonim olaraq Ağqoyunların son qoymasından sonra Qaraqoyunlar dövlətinin varlığına son qoyuldu və Bayandurlular sülaləsi hakimiyyətə gəldi. Y variantı, Otluqbel döyüşünün baş verməsi, Osmanlı qoşunun Azərbaycan şəhərlərinə daxil olması. Təbii ki, bu yanlış cavabdır. Ümumiyyətlə, Ağqoyunlu və Osmanlı arasındakı savaşlar müasir Azərbaycan ərazisində baş verməyib. Osmanlıların Azərbaycana ilk gəlişi, ərazi tutmaq üçün ilk gəlişi 16-cı əsr hesab olunur. Ağqoyunlu Osmanlı müharibələri demək olar ki, Azərbaycanda getməyib. Cavab Y variantı. İkinci suala baxaq. Deməli, burada nə deyir? Şirvanşahlar dövləti 3-cü Mənüçöhr və 1-ci Axistan hakimiyyət dövrü. 3-cü Mənüçöhrün hakimiyyət dövrü təbii ki 1120-1160-dır. 1-ci Axistan isə 1160-1196-cı illərdir. İraq Səlcuq Sultanı Mahmudun yürüşünə məruz qalması. Bəli, bu 3-cü Mənüçöhrə gedir. Çünki 3-cü Mənüçöhr 4-cü Davidə güvənərək, Gürcü hökmdarı 4-cü Davidə güvənərək pul göndərməyə dayandırır və bu zaman İraq Səlcuq Sultanı 1123-də hücum edir Şirvanşahların üzərində ki, bəs siz bizə 1066-dan verilən ödənişi niyə dayandırmısınız? Burada bir məsələ də var. Çox adam fikirləşir ki, nə ilə səhv salır? Sultan Mahmud hardan çıxdı? Əslində Sultan Səncər gəlməli deyildimi 1118-1157-ci illərdə hakimiyyətdə olmuş böyük Səlcuq hökmdarı Sultan Səncər gəlməli idi, amma Sultan Səncər gəlmir. Çünki Sultan Səncərin dövründə artıq böyük Səlcuq dövləti ayrı-ayrı hissələrə parçalanmışdı. Görünən odur ki, Şirvanşahlar ərazisi bu parçalanmadan sonra İraq Səlcuq Sultanlığının, belə deyim, ərazisi kimi hesab olunur. Ona görə Mahmud gəlmişdi. A variantı düzgün cavabdır. Dərbətlər sülaləsinin təmsilçisi olması xeyr. Dərbətlər sülaləsi hələ hakimiyyətə 1382-də gələcək. Maraq üçün deyim, 3-cü Mənüçöhr 1027-dən hakimiyyətdə olan Kəsənlər sülaləsinin nümayəndəsidir. 1125-ci də Şirvanın müstəqilliyini tam bərpa etməsi bu düzgün cavabdır. 1-ə A, C variantları gedəcək. Niyə? Söhbət nədən gedir? 4-cü Davidə güvənən 3-cü Mənüçöhr Səlcuqlara pul göndərməyə dayandırdıqdan sonra artıq Şirvanşahlara Səlcuqlar tərəfindən kömək olunmayacağını görən 4-cü David 3-cü Mənüçöhrün üzərinə hücum edir. Və 1123-1124-cü ildə Şirvan ərazilərini tutaraq Şirvanşahların hakimiyyətini məhdudlaşdırır.
Yalnız 4-cü Davidin ölümündən sonra 4-cü Davidin hakimiyyət illəri maraq üçün deyim, artıq o köhnə kitablarda qaldı. 1089-1125-dir. Yalnız 4-cü Davidin ölümündən sonra Gürcü qoşunları buradan çıxarılır və bundan sonra Şirvan tam müstəqilliğini bərpa edir. Deməli, biri A və C variantlarını götürəcəyik. Dövlətin yaradılması təbii ki, bu Heysam bin Xaliddir, 861, bu 1-ci Axistana getmir. Paytaxtın Şamaxıdan Bakıya köçürülməsi bu düzgün cavabdır. Çünki 1192-də Şamaxıda zəlzələ baş verdikdən sonra paytaxt köçürülür, bunu götürürük. Qızıl Orda dövlətinin hücumdan məruz qalması bu yanlışdır. Ümumiyyətlə, Qızıl Orda dövlətinin Azərbaycana yürüşləri 1258-dən tez başlaya bilməz. Niyə? Çünki Qızıl Orda Çingiz xanın vəsiyyətinə görə, ümumiyyətlə Azərbaycan Çingiz xanın vəsiyyətinə görə Cuziyə düşməli idi, onun oğluna və Cuzinin də oğlu Batı xan Qızıl Ordan gəlibsə, deməli Azərbaycan Qızıl Ordaya düşməli idi. Amma Hülaki xanın belə deyim, qanunları çiğnəyərək Azərbaycanda Qızıl Ordaya düşməli olan Azərbaycanda dövlət yaratması Qızıl Ordanın hücumuna səbəb oldu. Yəni Qızıl Orda Azərbaycana ən yaxşı halda 1258-də gələ bilər, ən tez halda. Ona görə də burada 1A-C və 2B variantıdır və cavab Y variantı uyğun gəlir. Növbəti sualımız. 15-ci əsrdə Azərbaycanda istehsal edilən məhsula görə alınan və əsas olan suvarma suyundan, tamam. Deməli, məhsula görə alınan vergi təbii ki, mal cəhətdir. Suya görə alınan vergi bəhrədir. Maldalardan otlaq pulu alınan isə bu Çoban bəyin vergisidir. Burada məsələ nədən ibarətdir? Deməli, 3-cü variant düz olacaq, Y variantı. Sadəcə biraz izah verməyə çalışım, daha geniş izah verməyə çalışım. Malcəhət məsələsinə diqqət artırmaq istəyirəm. Malcəhət Qaraqoyunlu və Ağqoyunlu dövründən var. Riyaziyyat dilindən desək, malcəhət 15-19 parçası, yəni 15-dən başlayıb və 19-cu əsrə qədər qüvvədə olub. Eyni zamanda da bəhrədə də bunu deyə bilərik. 15-19 parçası. Çobanbəydə isə bunu 15-16-cı əsrlər kimi xarakterizə edə bilərik. Çünki artıq belə deyim 17-ci əsrdə deyə bilərik ki, 15-17 parçası. Çünki artıq 18-ci əsrdə xanlıqlar dövründə Çobanbəy yox, artıq otlaqdan istifadə görə çöpbaşı vergisi alınmağa başlayır. Bu belə. 4-cü suala keçək. Verilənlər arasında hansı dövlətə aid məlumat yoxdur? Paytaxtları Marağa, Təbriz, Sultaniyə olmuşdur. Söhbət təbii ki, Hülakilərdən gedir. A variantını çıxartdıq. Ərazisində 11-ci əsrin 20-ci illərində Oğuzlar məskunlaşmışdılar. Rəvvadiləri çıxartdıq. Slavyanların 944-cü Bərdiyə qarəsi yürüşü baş vermişdi. Bərdə o zaman Salarilərin tərkibində idi. Bunu da çıxartdıq. 11-ci əsrin 60-cı illərində Alanların hücumuna məruz qalmışdı Şəddadilər. Bunu da çıxartdıq. Deməli, burada sadəcə xüsusiyyət verilməyib. Yeri gəlmişkən, Alanların yürüşünə məruz qalan ərazilərimiz, əgər ərazi kimi saysaq, bu Atropatenadır. Dövlətlər olaraq isə Albaniya, Şirvanşahlar və Şəddadilər Alanların yürüşünə məruz qalıb. A, Ş, Ş. Dünya tarixinə baxsaq isə Alanlarla müharibəni Avropa Hun dövləti aparıb. Bunu da bir maraq üçün burada qeyd edib. Növbəti sualımız 5-ci sual. Baxaq. Hadisələrdən hansının yerlərini dəyişdiksə, Şirvanşahlar dövlətinə aid xronoloji ardıcıllıq tamamlanır. Təbii ki, burada elə variant dəyişməliyik ki, orada xronoloji ardıcıllıq tam olsun. İlləri qarşısına yazaq. Ondan sonra daha rahat şəkildə həll edə bilərik bu məsələni. 1-ci Fəribörs Səlcuqların hakimiyyətini 1066-da qəbul edib. Şirvanşahların paytaxtının Şamaxıya köçürülməsi, deməli, vaxtilə bu 917-ci ildə olmuşdur. 918-də daha doğrusu 917-də Şamaxıda təmir işləri olmuşdur. Şeyx İbrahimin Şirvanşahı söhbət dərbətlərdən gedir 1382-ci il. 1-ci İbrahimin Təbrizə daxil olması 1406, Azərbaycanı 2 aylıq birləşdirib. 1-ci İbrahimin Qara Yusifə məğlub olması 1412-dir. Və buradan görünən odur ki, 1 ilə 2-nin yerini dəyişsək, təbii ki, hər şey qanuna uyğun davam edər. 7. Memarlıq abidələrinin inşa edilməsinin xronoloji ardıcıllığını müəyyənləşdirin. Bərdə türbəsi 1322-ci ildir. Əlincə qalası 9-cu əsrdir. Marağadakı Göy günbəz 12-ci əsrdir. Təbrizdə Qeysəriyyə bazarı 15-ci əsrdir. Deməli, burada xronoloji ardıcıllığımız 1-ci gələcək, deməli 2, sonra 3, sonra 1, sonra 4. Cavabımız A variantıdır. Burada bir neçə nüansı qeyd edeyim abituriyentlər üçün. Əlincə qalasında ehtiyatlı olaq.
Əlincə əgər qaladırsa, bu 9-cu əsrdir. Əlincəçay xanəgahıdırsa, bu 11-12-ci əsrlərdir. Yox, əgər Əlincə çayı üzərində körpüdürsə, bu 16-cı əsrdir. Bax, bu məsələdə ehtiyatlı olaq. Təbrizdə Qeysəriyyə bazarında ehtiyatlı olaq. Ümumiyyətlə, Qeysəriyyə bazarı 3 dənə yerdə olubdur. Biri Təbrizdə olub, biri Ordubadda olub, biri də Özbəkistanda da Səmərqənddə olub, maraq üçün deyim. Təbrizdəki 15-ci əsrdir. Ordubaddakı ehtiyatlı olaq. Deməli, Təbrizdəki Qeysəriyyə bazarını Cahanşah tikdirib, üzr istəyirəm, Uzun Həsən tikdirib. Ordubaddakı Qeysəriyyə bazarını 1-ci Şah Abbas tikdirib, 17-ci əsrdir bu. Səmərqənddə isə Teymurun dövründə olub, təbii ki, bu 14-cü əsrdir. Bax belə, bu da əlavə bir məlumat olsun sizlər üçün. 8-də Hülakülər dövlətinin 14-cü əsr tarixinə aiddir. Məhəmməd Oğlu Zaytun hakimiyyətə gəlməsi, bəli, bu düzgün cavabdır. Məhəmməd Oğlu Zaytun hakimiyyətləri 1304-1316-da dəyişir. Dövlətin yaranması, təbii ki, bu 1258-dir, yanlışdır. Əmir Çobanın dövləti idarə etməsi. Nəzərə alsaq ki, Məhəmməd Oğlu Zaytun öləndən sonra onun yerinə Əbu Səid gəlir və Məhəmməd Oğlu Zaytun vəsiyyət etmişdi ki, Əbu Səidin dövründə Əmir Çoban ona kömək eləsin. Nəzərə alsaq ki, Əbu Səidin hakimiyyət illəri 1316-1335-ci illəri əhatə eləyir. Bu dövr 2 yerə bölünür. 1328-ə qədər Çobanın himayəsində olan Əbu Səidin hakimiyyət dövrü. 28-də Əmir Çoban öldükdən sonra müstəqil Əbu Səid dövrü. Deməli, burada 1316-1328 olmalıdır. Bu bizə lazım olan cavabdır. Qızıl Orda dövlətlə mübarizənin başlaması. Başlaması bayaqki testdə qeyd elədiyimiz kimi elə Hülakülər dövlətinin yaranması ilə başlayır bu. Hülakü xan dövründən başlayır. İndi 1260-cı illərdə əslində başlayıbdır. Rahat olsun deyə 1258 yazdım. Qazan xan fərmanına görə kəndli bir yerdən başqaya köçənməz. Bəli, bu 1303-dür. Deməli, bizim düzgün cavablarımız 1-dir, 3-dür və 5-dir. Cavab Y variantı. Yeri gəlmişdən bizim kitablarımız sahibkar kəndlərinin bir yerdən başqaya köçməsinin ləğvini yalnız Qazan xan dövründə götürür. Növbəti suala baxaq. Daha gec olmuşdur, yəni daha sonra olmuşdur. Şeyx Üveysin Şirvanşahları özünə tabe etməsi. Təbii ki, Şeyx Üveys hakimiyyət illərini nəzərə alsaq, bu adamın hakimiyyət illəri 1354-1374-dür. Bu adam əslində 1359-da bütün Azərbaycanı tabe etsə də Şirvanı tabe etməmişdi. Şirvanı isə özünə tabe etməsi 1367-ci ildir. Belə ki, o zaman Şirvanşah hökmdarı olmuş Çavus ibn Keyqubat, nəzərə alaq ki, Azərbaycanı ilk dəfə birləşdirməyə cəhd edilən Şirvanşah hökmdarı o olub. Şeyx Üveysin Təbrizdə olmamasından istifadə edib. Çünki Cəlallənin iki paytaxtı var idi, Bağdad və Təbriz. Hökmdarlar gah orada, gah burada, belə deyim, hakimiyyətdə olurdular, əyləşirdilər. Şeyx Üveysin Bağdadda olmasından istifadə edən Çavus ibn Keyqubat Bağdada, Təbrizə hücum edib Azərbaycanı birləşdirmək istəsə də, amma Şeyx Üveys daha cəld tərpənərək Təbrizə hücum edib, Üveysə qalib gəlib və hətta, belə deyim, Çavus ibn Keyqubata qalib gələrək Şeyx Üveys Şirvanı özünə tabe etdi. Gəncədə Usta Bəndərin başçılığı üsyan təbii ki, Cəlaləddinə qarşı 1231-dir. Ağsunqurilər buna son qoyan Xarəmşah Cəlaləddindir 1227-də. Azərbaycanın Monqola Tənəşxanın baya çatdırılması bu ikinci yürüşdədir ilk dəfə. Birinci İbrahimin Təbrizə daxil olması 1406-dır. Təbii ki, baxanda Y variantının daha gec olduğunu görmək mümkündür. Növbəti sualımız. Hülakülər dövlətinin 13 və 14-cü əsrlər tarixində baş vermiş oxşar hadisələr. Osmanlı dövlətlə toqquşmaların baş verməsi. Ümumiyyətlə, Hülakülərin Osmanlı dövlətlə toqquşması haqqında kitabınızda heç bir məlumat getmir. Birinci variant səhv variantı olacaq. Həm də nəzərə alsaq ki, Osmanlı 1302-ci ildə yaranıb. Kitablar belə deyir. Ona görə də 13-cü əsrdə Hülakülərin onunla mübarizə aparması ümumiyyətlə mümkünsüzdür. Deməli, birinci cavabımız səhvdir. Qızıl Orda dövləti ilə mübarizə, bəli. Hülakülər dövləti yarandığından etibarən tam süqutuna qədər Qızıl Orda ilə mübarizə aparır və bu ortaq cəhətdir. Azərbaycan torpaqlarında hökmranlıq etməsi. Nəzərə alsaq ki, Hülakülər 1258-1357-ci illərdə Azərbaycan torpaqlarında olub, deməli, hər ikisi düşür. Həm 13, həm 14. Cəlalə dövlətinin yürüşünə məruz qalması, əgər Cəlalilər 1340-da yaranıbsa, 14-cü əsrdə, 13-cü əsrdə yürüş edə bilməz. Ona görə burada düzgün cavab 2, 3-dür. Növbəti məsələyə baxaq.
Hadisə nəticə əlaqələrinin doğru göstərildiyi cavabı müəyyənləşdirin. Cəlaləddin təyin etdiyi canişinlərin Azərbaycanı talaması 1231-ci ildə sənətkar Bəndərin başçılıq etdiyi Gəncə üsyanının baş verməsi. Bəli, bu düzgün cavabdır. Qızıl Ordu hökmdarı Canı bəyin Təbrizə gəlməsi, Hülakilərin süquta uğraması, bu da düzgün cavabdır. 1-2-dir, amma digər variantlara baxaq, ola bilər nəsə diqqətimizdən qaçar. Eyni zamanda doğru göstərildiyi variantı deyir. Əlincə qalasının Əmir Teymur tərəfindən tutulması Azərbaycanın bütövlüklə əlaqəsiz bir şeydir. Yəni Əmir Teymurla Çingiz bir-birlərini görməyiblər. 3 cavabı səhvdir. Qızıl Ordu hökmdarı Toxtamış xanın Azərbaycana yürüş etməsi, Şirvanşahların süqutu, bu da səhvdir. Çünki Toxtamış 1395-ci ildə hakimiyyətindən artıq getmiş, Şirvanşahlar isə 1538-də süquta uğramışdılar. Deməli, burada düzgün cavabımız 1 və 2 cavablarıdır. Növbəti sualımız 12. Sxemi tamamlayın. 15-ci əsrdə hakimiyyətdə olmuş Ağqoyunlu hökmdarı. Tamam. Şeyx Heydərin öldürüldüyü döyüşdə iştirak etmişdir. Aha. Deməli, Şeyx Heydər 1488-ci ildə Şahdağ döyüşündə öldürülüb. Onu öldürən Ağqoyunlu hökmdarı Sultan Yaqubdan söhbət gedir burada. Çünki Sultan Yaqub Fərrux Yasarla birləşərək 1488-də onu öldürübdür. Deməli, Sultan Yaqubdan söhbət gedirsə, Sultan Yaqubun hakimiyyət illərini bura qeyd eləyək. 1478-1490-cı illərdə hakimiyyətdə olub. Atasının Şirvanla dostluq siyasətini davam etdirib. Bəli, bu düzgün cavabdır. Atasının münasibətini davam etdirib və bayaq dediyim kimi Şirvanşah hökmdarı Fərrux Yasarla birləşmişdi. Bu düzgün cavabdır. Əpər 1500-dür axı. Bu adam 1490-da vəfat edib. Bu cavab səhvdir. Digər hökmdarların müqayisədə daha çox soyurqal. Bu Rüstəm Mirzəyə aiddir. Bu da səhvdir. Hakimiyyəti dövründə ölkə daxilində nisbi sabitlik. Bəli, onun dövrünü durğunluq dövrü hesab edirlər. Sakitçilik dövrü. Nə qabağa, nə geri. Şeyx Cüneydin öldürüldüyü döyüş 1460 Samur döyüşüdür. Bu döyüş Qaraqoyunlu və Şirvanşahlar cütlüyünün qalib gəldiyi döyüşdür. Və təbii ki, bu da belə desək, Sultan Yaqubun hakimiyyətini ödəmir. Ona görə də burada 5 də yanlış olacaq. Mənim əzizlərim cavab 1, 4-dür. Bax belə. Növbəti suala baxaq. 13. Şirvanşahlar, Cəlalilər və Şəki hakiminə aid ümumi cəhət. Osmanlı dövlətinə mübarizə aparmaları. Aha. Burada Cəlalilər bu qaydanı pozacaq. Çünki Cəlalilərin Osmanlı ilə savaşı yoxdur. Şəkinin də elə bir ciddi bir savaşı görünmür. Şirvanşahların savaşı ola bilər. Əmir Teymurla bərabər 1402-də Osmanlı dövlətinə mübarizə aparıblar. Amma Cəlalilər dövlətində biz belə bir şeyi görmürük. Eyni zamanda da Şəki hakimliyində də belə bir şeylə rastlaşmırıq. A variantının üstündən xətt çəkək. Eyni bir əsrdə yaranmaları. Bu da yanlış bir variantdır. Nəzərə alsaq ki, Şirvanşahlar 861-də, Cəlalilər 1340-da, Şəki hakimliyinin yaranmasını da 9-cu əsrin 60-cı illərə götürsək 860-lar. Gördüyünüz kimi Cəlalilər burada şərti ödəmir. Monqolların Azərbaycana ikinci yürüşü zamanı süqut etmələri. Cəlalilər süquta uğrayanmaz. Çünki Cəlalilər Monqol mənşəlidir. Həm də 1340-da yanıb. Monqolların Azərbaycana yürüşü isə 1239-dur. Həm də Cəlalilər Azərbaycanda yaranmayıb. Ehtiyatlı olaq. Bağdadda yaranıbdır. İraqda yaranıb. Şirvanşahların və Şəkinin süqutu isə biz bilirik ki, Səfəvlərlə əlaqədədir. Bu da yanlış bir variantdır. Osmanlı dövlətinə müttəfiq olmaları. Bu da yəni absurd bir variantdır. Mümkünsüz bir şeydir. Teymurilərlə mübarizə aparmaları, bəli, bu düzgün cavabdır. Niyə? Deməli, Əmir Teymurun yürüyüşü zamanı Şəki ilə savaş var. Əlincə qalasının mühasirəsi zamanı. Çünki bilirik ki, Şəki hakimi Seyid Əli hətta Teymurun Əlincə qalasındakı qoşunlarından döyüş zamanı öldürülüb. Şəki hakimində bu var. Buna bir müsbət yazaq. Şəki hakimində bu var. Şirvanşahda bu varmı? Var. Çünki Əmir Teymurun ölümündən sonra Şirvanşah 1-ci İbrahim Dərbəndi siyasətini dəyişərək onun nəvəsi Mirzə Ömərə qalib gəlir. Bu da var. Cəlalilər dövlətinin Teymurlərlə müharibəsi varmı? Var. Belə ki, 1394-cü ildə Bağdad döyüşündə Cəlali hökmdarı
Deməli, Cəlalı hökmdarı Əhmədlə, Sultan Əhmədlə Qaraqoyunlu bəyliyinin başçısı Qara Yusif birləşib Teymurla mübarizə aparırlar. Deməli, bu Cəlalədə də var. Cavabımız Y variantı oldu. 14-cü sual. Uyğunluğu müəyyənləşdirək. Tiflis müsəlman əmrinin ləğv olunması təbii ki, bu Didqori döyüşünə uyğun gəlir. Teymurların Azərbaycan torpaqlarındakı hakimiyyətinə son qoyulması bu 1408 Sərdurud döyüşünə uyğun gəlir. Qaraqoyunlu dövlətinin tənəzzülünün sürətlənməsi isə Muş döyüşünə sürətlənir. Deməli, burada cavab D variantı olacaq. Növbəti sualımız. Uyğunluğu müəyyənləşdirək. Tamam. Ağqoyunlu hökmdarları Yaqub, Rüstəm, Gödək Əhməd. Bir sıra islahatlar keçərək 20-yə qədər vergini ləğv edən Gödək Əhməddir. Ümumiyyətlə, Ağqoyunda vergi islahatı keçirən baba və nəvə Uzun və Gödəkdir. Uzun Həsən və Gödək Əhməd. Əpər söz saatının bağlanmasında heç bir iştirak edə bilməz. Ümumiyyətlə, bu adamların hakimiyyət illərində qarşısında yazaq ki, sizin üçün rahat olsun. 1478, 1490 variantı yazmaqsa bura keçirdim. Rüstəmin hakimiyyət illəri 1492, 1497, 96-cı ilin döyüşlərində öldürülür onsuzdur. Gödək Əhməd isə bir neçə ay hakimiyyətdə olub 1497, 1497. Əpər sülhünün 1500-də imzalandığını nəzərə alsaq, heç bir sorda iştirak eləməyib. B variantlarını silək bütün variantlardan. Görək bizdə nə qalır? Nə gözəl. Avtomatik olaraq bütün variantlar getdi və D variantı qalır. Baxaq yenə. Çoxlu soyurqal payladı Naxçıvan döyüşündə. Təbii ki, bu Rüstəmə aiddir. Qısa müddətdə 97-ci ildə hakimiyyətdə olmuşdur. Bu da Gödək Əhmədə aiddir. Şeyx Heydərlə mübarizədə Fərqəsərə kömək edib Şeyx Heydəri öldürdü Şahdağ döyüşündə budur. Deməli, 1-ə Y, 2-yə S, 3-ə A, D. Cavabımız A variantıdır. Bir dənə B variantını çıxmaqla cavabı tapmaq olardı. 16. Məntiqə ardıcılığı tamamlayaq. Monqollar Gəncə, Bərdə, Beyləqan, Şabran. Mülk dostluqda Monqollar Dərbət qalasına tutdular. Olsun. Monqolların Azərbaycana birinci yürüşü başa çatdı. Təbii ki, bu 1222-dir. Xronologiyanı da pozuruq, məntiqi də pozuruq. Azərbaycan işğalı tamam başa çatdı. B variantı olsun hələ ki düzgün cavabımız kimi. Monqollar Azərbaycandan qovuldular. Xeyr. Monqollar ikinci yürüşdən sonra Azərbaycanın işğalını başa çatdırdılar və Azərbaycan böyük Monqol dövlətinin bir hissəsinə çevrildi. Və bundan sonra ali Monqol canişinliyi idarə etməyə başladı dövləti. Bu yanlışdır. Toxtamış xan, yəni bu qədər qabağa qaçmağa ehtiyac yoxdur 1385-ə qədər. Şirvanşahlar dövləti, bu da süqutu 1538-dir. Deməli, cavabımız B variantıdır. 17. Şirvanşahlar dövlətinin tarixində 14-cü əsrin 80-ci illərinə aiddir. Yəni 1380-1389-cu illər. Şeyx 1-ci İbrahimin Şirvanşahı olması, axı bu 1406-dır. Şirvanşahı olması üzr istəyirəm. 1382-də gəlib hakimiyyətə. Bu düzgün cavabdır. Dərbətlər sülaləsinin devrilməsi. Nəzərə alsaq ki, bu 1538-dir. Bu səhvdir. Amma gəlməsi olsaydı düz olacaqdı. Huşəngin üsyan nəticəsində öldürülməsi. Bu da düzgün cavabdır. Çünki Huşəng 1382-də öldürülməlidir ki, Kəsranlər bitsin və Dərbətlər gəlsin. Şeyx Cüneydin Şirvana yürüşü. Bu 1460-cı ildir. 15-ci əsrə səhvdir. Şirvanşah 1-ci İbrahimin Təbrizə daxil olması, bu da 1406-dır. Səhvdir. Deməli, bizim burada düzgün cavabımız 1 və 3 variantlarıdır. Bax belə. 1 və 3. Davam elə növbəti sualımızdan. 18. 11-ci əsrin 60-cı illəri Böyük Səlcuq dövlətinin və 12-ci əsrin 90-cı illərdə dövlətin tarixləri ümumi cəhətlər olsun. 11-ci əsrin 60-cı illəri, yəni 1060-1069, Eldənizlər 1190-1191. Azərbaycanın dövlətin tərkibinə daxil olması. Bir dənə bu cavabımız qalsın. Çünki Azərbaycanın Eldənizlər dövlətinin tərkibinə daxil olmasını 1160 kimi də götürmək olar. Çünki Atabəy Şəmsəddin Eldəniz təbii ki, kimi gətirmişdi hakimiyyətə? Birinci Zaxıstanı gətirmişdi və bundan sonra demək olar ki, tabe etmişdi.
Bir dənə bu variant qalsın. Dövlətin paytaxtının dəyişdirilməsi Səlcuqlarda paytaxtın dəyişdirilməsi 2 dəfə olub. Bir 1043-də olub. Bir də sonradan Məlikşah bunu 1073-də eləyib. Ona görə 2 avtomatik çıxır. Eldənizlər dövlətində isə paytaxt dəyişdirilməsi olub, Gəncəyə köçürülübdür. Amma bu kitablarda verilmir. Ona görə də 2-ni siləcəm. Türk mənşəli sülalə tərəfindən idarə olunması, əlbəttə, Səlcuqlar da türkdür, Eldənizlər türkdür. Yəni biz bunu düzgün cavab kimi götürməliyik, hələ ki saxlayaq bunu. Hakimiyyətə yeni hökmdarın gəlməsi. Aha, baxaq. Səlcuqlarda hakimiyyətə bu dövrdə kim gəlib? 1063-də Alparslan gəlib. Eldənizlərdə 1190-99-da kim gəlib? 1191-ci ildə Əbubəkir gəlib. Hakimiyyətə 1191-1210. 4-də götürək. Dövlətin süquta uğradılması təbii ki bu yanlışdır. Çünki Böyük Səlcuq 1157-də süquta uğrayıb, Eldənizlər isə 1225-də süquta uğrayıb. Deməli 5-in də üstündən xətt çəkəcəyik. Deməli burada bizdə cavab 1-4 olacaq. Bakı variantı olacaq. Birini də əsaslandıraq. Doğrudan da Şirvanşahların tabe olması ilə Azərbaycanın Səlcuqlar tərəfindən işğalı başlatılır 1066. Bəli, bu şərti ödədi. Eldənizlər məsələsinə gələndə isə Şirvanı 2 hökmdar tabe eləyibdi. Şirvanı tabe etmək Azərbaycanı birləşdirməyə bərabər olduğuna görə Şirvan 2 dəfə tabe olunub. 1160-da Atabəy Şəmsəddin Eldəniz hakimiyyətə gətirmişdi Axsitanı. Sonradan Axstan müəyyən zamandan sonra Eldənizlərdən üz döndərdikdən sonra onu yenidən 1190-cı illərdə 1-ci Axstan tabe eləyibdir. Ona görə cavab 1, 3, 4-dür. 19-a baxaq. Bu tipli testlərdə toqquşma nöqtələrinə baxırıq. Əgər düzdürsə götürürük, yanlışdırsa götürmürük. Baxaq, birin toqquşma nöqtəsinə baxaq. Əmir Çoban Cəlalilərdə bu səhvdir. Əmir Çoban Hülakilərdə ola bilər, idarəçilik olsun. Şirvanşahlar Fəzlullah Rəşdəddin. Şirvanşahlarla Fəzlullah Rəşdəddin heç bir əlaqəsi yoxdur. Çünki Fəzlullah Rəşdəddin Hülakilərdə olub. 3-ün toqquşma nöqtəsinə baxaq. Atabəy Eldənizlər Nizamül Mülk. Bu da yanlışdır. Çünki Nizamül Mülk Səlcuqlarda vəzir olub. Avtomatik olaraq cavabımız 4 və 5 qalıb, amma hər ehtimala qarşı bir yoxlayaq. Fəzlullah Rəşdəddin, bəli, Hülakilər dövrünün vəzirlərindən biri olub. Nəsrəddin Tusi və Tacəddin Əlişahla bərabər. Qızıl Asanda Atabəy hökmdar olub. Ona görə cavabımız 4-5-dir, yəni D variantıdır. 20-də 1066-cı ildə Səlcuq dövləti tərəfindən tabe edilmiş Azərbaycan dövlətinin paytaxtını xəritədə müəyyənləşdirin. Təbii ki, bayaq dediyimiz kimi 1066-da Səlcuq dövləti tərəfindən tabe edilən dövlət Şirvanşahlar dövlətidir və Şirvanşahlar dövlətinin paytaxtı təbii ki, hara olacaq? Şamaxı olacaq. Şamaxı. Yerdə qalan ərazilərdə bir daha qeyd edim. 5 Ərdəbilə uyğun gəldiyini qeyd edək. 2-nin Təbriz olduğu, 3-ün Bərdə olduğu, 1-in isə Tiflis olduğunu qeyd etməkdə fayda görürəm. Deməli, burada cavabımız nə oldu? 4. Yəni D variantı. Davam edək. 21. Xeyli müddət saray müxalifətinə və iri feodal qruplarına qarşı mübarizə aparmalı oldu. 1190-cı ildə Həmədan döyüşündə İraq Səlcuqdan üstün torlu məğlub etdi. Mətndə adı çəkilən hökmdarın Məhəmməd Olcaytlı oxşar cəhəti. Aha. Məhəmməd Olcaytının bir hakimiyyət illərini yazaq buradan. 1304-1316. Mətndə bəhs olunan şəxs isə Atabəy hökmdarı Qızıl Arslandır. Adamın hakimiyyət illəri 1186-1191-ci illəri əhatə edir. Baxaq. Eyni bir dövlətin hökmdarı olmuşdular. Təbii ki, bu yanlış variantdır. Biri Atabəylərin, biri isə Elxanilər dövlətinin hökmdarı olub. Qardaşından sonra gəlmişdi hakimiyyətə. Bu düzgün cavabdır. Qızıl Arslan qardaşı Məhəmməd Cahan Pəhləvandan sonra, Məhəmməd Olcaytı isə qardaşı Qazan xandan sonra. Eyni əsrdə hakimiyyətdə olmuşdur. Gözümüzün önündədir. Eyni əsrdə hakimiyyətdə olduğunu görmürük. Ölümlərindən sonra feodallar arasında qarşıdurmalar olmuşdur. Bəli, bu da düzgün cavabdır. Deməli, burada cavabımız 2 və 4 olacaq. 22-yə keçək. Təbriz şəhərinin Cəlalilər dövlətinin paytaxtı olduğu dövrə uyğun gəlir. Tamam. Bayaq dediyim kimi Cəlalilər dövlətində paytaxt tez-tez dəyişərdi.
Cəlalilər dövləti yaranıb Bağdadda. Testə görə yəqin ki, belə bir izah vermək məcburiyyətindəyik. 1340-dan 1358-59-lara qədər paytaxt Bağdad, 1359-dan 1410 süquta qədər də paytaxtı Təbriz olduğunu fikirləşək. Qızıl Ordu hökmdarı Canı bəyin Təbrizə yürüş etməsi. Bu 1357-dir. Bağdad dövrünə düşür. Şeyx Həsənin Bağdadda hakimiyyətə ələ keçirməsi. Bu ilə dövlətin yaranmasıdır. Bağdad dövrünə düşür. Azərbaycan tarixinin Çobanilər dövrü. Bu da Bağdad dövrünə düşür. Çünki Çobanilər dövrü əslində 2 dəfə olub. 1 1316, 1328-dir. Əbu Səydə dəstək. Bir də 1338, 1357-dir. Bu da səhvdir. Hülaguti dövlətin varlığına son qoyulması. Bu zaten A və S variantlarının yekunundan eynidir. Bu da 1357-dir, düşmür. Şirvanın Cəlalilərə tabe edilməsi. Bu isə 1367-dir. Bu düzgün cavabdır. Cavabımız Y variantıdır. 23. Eyni əsrdə baş vermişdir. Şirvanşah 1-ci Fəribörzün Səlcuq Sultanının ali hakimiyyətini qəbul etməsi. Bu 1066-cı ildir. Gürcü hökmdarı 4-cü Zavidin Şirvana yürüş etməsi. Bu 1123-1124-cü illərdir. Slavyanların Şamaxını ələ keçirib qarət etməsi. Bu Yezidiyə yürüşdür. 1032. Monqolların Şamaxını ələ keçirib əhalini məhv etməsi. Bu 1-ci yürüşün içərisindədir. 1222. Cəlalilərin Şirvan ərazisini zəbt etməsi. Bu 1367-dir. Baxaq görək eyni əsrlərə hansı uyğun gəlir. Deməli, 1-i 13-cü əsrdir. 4 çıxaq. 2 12-ci əsrdə çıxaq. 5 14-cü əsrdə çıxaq. Burada düzgün cavabımız 1 və 3-dür. Davam edək. Sazilər dövlətindən fərqli olaraq Sallarilər dövləti Azərbaycanın şimalında yaranmışdır. Hər ikisi Azərbaycanın cənubunda yaranıb. Bu cavab səhvdir. 10-cu əsrdə yaranmışdır. Bəli, bu düzgün cavabdır. Çünki Sallarilər 941-də, Sazilər isə 898-də yaranmışdır. Azərbaycan torpaqlarını birləşdirmişdir. Hər ikisi birləşdirib. Bu da yanlışdır. Paytaxtı yalnız Ərdəbil olmuşdur. Bəli, bu Sallarlərə aiddir. Çünki Sazilərin paytaxtı Marağa və Ərdəbil olub. Azərbaycanın cənubunda meydana gəlmişdir. Bu ortaq cəhətlərdir. Deməli, burada əzizlərim cavab 2 və 4-dür. Növbəti suala baxaq. Xəritədə ulduzla verilmiş şəhərin erkən orta əsrlər tarixinə aid olanları müəyyənləşdirək. Ulduzla verilmiş şəhərimiz Dərbənddir. Ehtiyatlı olaq. Erkən orta əsrlər isə təbii ki 3-11-ci əsrlərdir. Ola bilər burada klassik feodalizmə aid bir xüsusiyyət verə bilər. Dərbənd ola bilər, amma biz erkən orta əsrləri götürməliyik. Həmin o hissəni mən köçürüm bura və daha yaxınlaşdırım baxaq. Deməli, bizə nə lazımdır? Dərbənd lazımdır. Neçənci əsrlərdə lazımdır? 3-11-ci əsrlərdə lazımdır. Erkən orta əsrlər çünki bura qeyd olunub. 869-cu ildə oradakı hakim özünü müstəqil elan etmişdir. Bəli, söhbət Haşim İbn Suraqqadan gedir. Doğrudan da 869-cu ildə o özünü müstəqil elan edib. Birinci cavabımız doğrudur. 8-ci əsrin ortalarından müstəqil idarə etmişdir. 8-ci əsrin ortalarından yox, 9-cu əsrin 60-cı ildən müstəqil idarə etmişdir. Bu, deməli, ikinci cavab, düzgün cavab deyil. Üçüncü orada nə var? Ərəb əsilli Haşimilər sülaləsinin hakimiyyəti altında olmuşdur. Əlbəttə, Dərbəndi Haşimlər idarə edib. Haşim İbn Suraqqanın adına yoxun olaraq bu düzgün cavabımızdır. Öz müstəqilliyini 11-ci əsrin sonuna qədər qoruyub saxlamışdır. Öz müstəqilliyini 1075-ə qədər qoruyub saxlayıb. Bu da 11-ci əsrin sonu hesab olunmur. Deməli, burada cavabımız 1 və 3 cavabları olur. 26-cı suala keçək. Hadisələrin xronoloji ardıcını müəyyənləşdirək. Şeyx Cüneydin iştirakı ilə Samur çayı sahilində döyüş. Bu 1460-cı ildir. Maraq üçün deyim, Şeyx Cüneydi məğlubiyyətə uğradanlar Qaraqoyunlu Cahanşah və Şirvanşah 1-ci Xəlilullahdır. Şeyx Heydarın iştirakı ilə Şahdağ döyüşü bu 1488-dir. Şeyx Səfiyyəddin Səfəviyyə Sufi təriqətinin əsasını qoyması bu 13-cü əsrin sonudur. Adamın yaşam dövrlərində yaza bilərik. Sultanənin iştirakı ilə Şəməsi döyüşü bu 1494-dür. Maraq üçün deyim, Şeyx Heydərin məğlubiyyətə uğradan cütlük Şirvanşah Fərrux Yasar və Ağqoyunlu Sultan Yaqub.
Sultanəlini öldürən isə bilirik ki, Ağqoyunlu hökmdarı Rüstəm Mirzədir. Burada bir haşiyə də çıxım ki, Ərdəbili 2 nəfər talan edib. Bir, Şeyx Heydəri götürən Sultan Yaqub, bir də Rüstəm Mirzə. Xronoloji ardıcılığı düzdə isə, yəni hər şey gün kimi aydındır. Əvvəlcə 3, sonra 1, sonra 2, sonra isə 4 olacaq. Növbəti sualımıza baxaq. 27-ci suala baxaq. Uyğunluğu müəyyənləşdirək. Deməli, paytaxtı Gəncə olan müstəqil dövlətin əsasının qoyulması. Bu kimə aid olacaq? Bu birinci Ləşkəriyə aid olacaq. Söhbət Şəddadilər dövlətindən gedir təbii ki. Burada Şəddadilər dövləti yazılıb. Dövlət sözündə ehtiyatlı oluruq. Səlcuq dövlətinə müqavilə bağlayaraq ona tabe olması, bu 1054-də baş verdiyi nəzərə alsaq, 1054-də hakimiyyətdə kimdir? 1049-1067-ci ildə hakimiyyətdə olmuş Əbasvar Şavurdur. Dəbilin ələ keçirilməsi və müstəqillik, əminlik yaradılması. Aha. Bu heç birisinə aid olmayacaqmı? Deməli, müstəqil əminliyin yaradılması, dəbilin ələ keçirilməsi, müstəqil əminlik yaradılması. 3-ə əslində deməli Y variantı gedəcək. Çünki bunu Məhəmməd ibn Şəddad eləyib. Amma indi bu məsələdə biraz müəmmalı qaldıq. Digər variantlara bir dənə baxaq. Deməli, biz Əblasvar Şavurdan istifadə elədik. Birinci Ləşkərdən də istifadə elədik. Fəzl ibn Məhəmməd, dəbilin ələ keçirilməsi və müstəqil əminlik yaradılması. Fəzl ibn Məhəmməd də dəbili geri qaytarma, müstəqil əminlik yaratmayıb. İkinci Ləşkəriyə dair burada bir xüsusiyyət yoxdur. Deməli, burada 1-ə gedəcək A, 2-yə gedəcək B, 3-ə gedəcək Y. Amma burada sualda sanki problem var. Nəyə görə? Məsələn, birinci Ləşkəri ilə razılaşmaq olmaz. Çünki yəni birinci Ləşkəri paytaxtı Gəncə olan müstəqil dövlətin əsasını qoysun, hələ bir Şəddad dövləti yaransın. Y variantı isə ümumiyyətlə uyğun gəlmir. Çünki Məhəmməd ibn Şəddad əminlik yaradırsa, əminlik sonradan dövlət yarada bilməz axı. Yaxşı, əminlik dövlət yaradıbsa, o da dövlətin əminliyinə dəxli var. Ona görə yəni məcburiyyətdən 1A, 2B, 3Y veririk, amma Y variantında biraz anlaşılmazlıq var. Olsun, variantı çatmalıyıq. Situasiya 28-30 sayı tapşırıqları yerinə yetirin. Tatarlar Həmədandan qurtarıb, tatarlar deyəndə burada Tatar, Monqol tatarlarından söhbət gedir. Aha. Mənbədə bəhs edilən yürüş zamanı Azərbaycanda Təbriz hakiminin adını yazın. Söhbət Monqolların burada birinci yürüşündən gedir. İbn Əl-Əsərin Əl-Kamil fi tarix əsəridir. Maraqlıdır. Buna oxşar bir tarix əsərləri də var. Gördüm, elə bunu da sizlər üçün deyim. Fəzlullah Rəşdəddinin əsəri var. Cami Ət-Təvarix, tarixlər toplusu. Eyni zamanda Həsən bəy Rumunun da var. Əhsən Ət-Təvarix. Yəni, əhsən, yaxşı mənasında tarixlərin ən yaxşıdır. Nəsə, uzaqlaşmayaq, davam edək. Mənbədə bəhs edilən yürüş zamanı Azərbaycanda Təbriz hakimi, təbii ki, bu Şəmsəddin Tuğrayı olacaq. Atabəy Özbəklə Xarəzmşah Məhəmmədin mənbədə bəhs edilən yürüşlə bağlı davranışlarında oxşar cəhət. Tamam. Hər ikisi açıq döyüşə girməyiblər. Çünki nə Özbək cürət tapıb açıq döyüşə girmir, nə də Xarəzmşah Məhəmməd, Cəlaləddin atası, Monqolun açıq döyüşə girmir. Baxmayaq ki, o dövrdə Xarəzmşahların qoşunu Monqolların qoşunundan daha güclüydü, amma açıq döyüşə girmir. Ortaq cəhət burada açıq döyüşə girməmələri olacaq. Girməmələri. Sonuncu sual. Mənbədə bəhs edilən bu yürüş zamanı Monqolların Təbrizə ala bilməmələrinin səbəblərini yazın. Səbəb ondan ibarətdir ki, Özbək yəqin ki, Monqollara sərf eləyəcək qədər xərac vermişdi. Monqola da vaxt itirmək istəməzdi. Özbəkin xərac verməsi yazmaq olar. Və eyni zamanda da cavab kimi götürmək olar Şəmsəddin Tuğrayinin Təbrizin qala, belə deyim, qapılarını möhkəmləndirməsi. Bax belə. İzah etməyə çalışdığım əzizlərim,
Diqqətimizdən nəsə qaça bilər, nəsə yenə deyirəm, düzgün izah edib hərfləri düzgün şəkildə yerləşdirə bilmərik. Nəsə bir yenə də sualınız olsa, qeyd etdiyim nömrəyə əlaqə saxlayıb öz suallarınızı verə bilərsiniz. Sağ olun, var olun.